Excelin 3 dənə komponenti var. Demək o komponentlər hansılar ilə burada yazıram. Excelimizin xana komponenti var, bəli, sətr komponenti var, bir də ki sütun komponenti var. Öyrənək, sətirlərimiz ədədlərlə ifadə olunur. Sütunlarımız hərflərlə ifadə olunur ingilis əlifbası ilə. Xanamız isə sətr və sütunun kəsişməsidir. Yəni birinci hərf gəlməlidir, sonra ədəd gəlməlidir. Bu ikisi bir yerdə bizdə nə adlanır? Xana adlanır. Məsəl üçün yazıram. Məsəl üçün A6. 6 mənim nəyimdir? Xanam. Niyə? A mənim burada sütunumdur. 6 mənim nəyimdir? Sətrimdir. Ümumiyyətlə yadda saxlayaq ki, sətr Excelimizdə 2/20-dir. Yəni 2/20 qədər bizim sətrimiz var Exceldə, yəni cədvəldə. Sütunumuz 2 demək 14. Xana nə idi? Xana sətr və sütunun kəsişməsidir, düzdür? Yəni 2/20-ni 2/14-ə vuranda necə eləyir? 3/34. Yəni bizim 2/34 qədər də nəyimiz varmış? Xanamız varmış. Bu da belə. Və bir də mən sizə dedim ki, hərflər necə? Vuranda yoxsa toplayanda? Vuranda 2/20 vur 2/14. Riyaziyyatdan bilirik ki, qüvvətlər eyni olanda əsasları toplayırıq. Daha doğrusu əsasları eyni olanda qüvvətləri toplayırıq. 2/34 edir. Hə. Sonra rəşad səsini bağlam. Sonra keçirik nəyə? Biz dedik ki, sütunlarımız hərflərlə ifadə olunur. 26 hərf var. Bəs yaxşı biz bu 26 hərfdən necə 2/14 qədər sütun düzəldə bilərik? Bu zaman bizim köməyimizə belə deyək də hərf birləşməsi gəlir. Nə deməkdir bu hərf birləşməsi? Birinci hərfimiz hansıdır? A hərfidir. Yəni AA sütunu, AB sütunu, AC sütunu, artıq nöqtə AZ sütunu. Artıq bilirik ki, əlifbamızın sonuncu hərfi, ingilis əlifbasının sonuncu hərfi nədir? Z-dir. Artıq bu sütun bitdimi A ilə? Sonra keçir BA sütunu, BB sütunu, BC sütunu, BZ sütunu. Artıq BZ də bitdisə, bizim ən sonuncu sütunumuzun adı XFD sütunudur. Yəni siz hərf birləşməsini yan-yana görəndə deməyin ki, bu səhv xanadır. Yəni bizim belə sütunlarımızda nə ola bilər? Yəni yaza bilərik bunu. Sonra keçdik nəyə? Var bizdə diapazon anlayışı əldə edə bilər. Ümumiyyətlə diapazon anlayışımız nədir bizdə? Məsəl üçün xanalar çox. İndi gəlin bunu elə Excel üzərində sizə göstərim. Elə gəlin baxaq burada ünvan qutusu nədir? Ünvan qutusu xananın yerləşdiyi yeri göstərir. Yəni xananın adını göstərir belə deyək. Baxın N mənim sütunumdur, 27 mənim sətrimdir. N27 məndə nə adlandı? Xana adlandı. Və xananın ünvanı hardadır? Ünvan qutusu, yəni xananın adı ünvan qutusunda görünür. Sonra bax bu yuxarı isə formula bardır. Yəni düsturları falan qeyd etmək üçün, redaktə etməyimiz üçündür. Hər hansı bir cavab yazmaq, məsəl üçün hər hansı bir düstur yazırıq, bərabərdir 4 + 5. Və bunun cavabını almaq üçün biz mütləq şəkildə enter vurmalıyıq. Və Excelimizdə də belə bir qayda var ki, hər hansı bir ifadəni yazmamış, onun qarşısında, yəni sol tərəfində nə olmalıdır? Bərabərlik olmalıdır. Əgər tutaq ki, belə bir şey yazsaq, 4 + 5 enteri vursaq, bizə heç nə qaytarmayacaq. Excel bunu mətn tipli götürəcək. Amma bərabərlik 4 + 5 qoysaq, bizə cavab olaraq 9-u qaytaracaq. Aydın oldu? Yəni artıq bərabərlik qoyuruqsa, bizə hesablayıb nə edəcək? Cavabı qaytaracaq. Sonra Excelimizdə isti vərəq deyilən bir anlayışımız var. Bu da Excelin əsas elementlərindəndir və sheet 1, sheet 2, sheet 3 və s. burada bizim plus işarəmiz var. O plus işarəsi ilə biz istədiyimiz qədər sheetlər, yəni isti vərəqlər yarada bilərik. Və biz Word-də keçmişdik ki, faizimiz 10, 500%-dir, düzdür? Və standart olaraq 100. Burada da standart 100-dür, amma ki burada 10 və 400-dür. Yəni budur, bir də PowerPoint-dir. Burada bizim zoomlaşdırmamız, yaxınlaşdırmamız 400%-dir maksimum. Və aşağı hissədə Word-də də keçdiyimiz kimi status bar, yəni vəziyyət sətrimiz adlanır. İndi keçdik xanalar diapazonuna. İndi gəlin elə burada göstərim sizə. İndi bunu yaxınlaşdırın bir dəqiqə. Yaxınlaşdıraq, xanalar diapazonunu izah edeyim sizə. Məsəl üçün deyirəm, məsəl üçün nə? Baxın, buradan başlayıram. Burada bitirirəm və belə bir düzbucaqlı yaradıram. Və bu düzbucaqlının içində daxil olan xanaların hamısı məndə, yəni xanalar diapazonu adlanır. Baxırıq bizdə başlanğıc olaraq hansı sütundan başladım? Yəni bilirik ki, birinci sütunun adı çəkilməlidir. Hansı sütundur? Y sütunu. Hansı sətirdir? 3 sətr. Və diapazonda qoşa nöqtə ilə ifadə olunur, yadda saxlayaq. Və sonra baxırıq sona. Son olaraq hansı sütunu götürmüşük? H sütunu. Sətr olaraq hansını götürmüşük? 10. Yəni bax bu qırmızı çəkdiyim düzbucaqlı Y3H10 diapazonudur. Aydın oldu? Yəni diapazonda birinci başlıq, sonra son və artıq onları seçdikdən sonra başlanğıc və sonu seçdikdən sonra bir düzbucaqlı yaradırıq. Həmin düzbucaqlının içində olanlar bizim diapazona daxil olan xanalarımız adlanır. İndi gəlin sual verim, görək kimlə başa düşdü. Bax məsəl üçün buradan başlayıram, burada bitirirəm. Türkan edə görüm hansı diapazonumuzdur bu? B-dən başlayır. Aha, B neçə? B7-dən başlamışıq. Yox, B12. B7 qoşun nöqtəmiz, diapazonumuz. Hardan bitirmişik? B12. Ay, sol, B12. Əla. Bu bizim diapazonumuzdur. Kimin nə sualı var burada? Səxavət, Gönçə, Nərminə. Güzel, başa düşdünüz, İsrafil. Nəsə sual yoxdur ki? Necə? Gözəl. Yaxşı, indi keçirik nəyə? İndi keçirik artıq sizə diapazon verilir, bir neçə dəfə qəbula düşüb. Ya çox sadə sual. İndi gəlin yenə burada lövhə açım izah edeyim. Məsəl üçün deyirəm ki, A, tutaq ki, nə olsun? A6 yeni diapazonumuz, tutaq ki olsun C12. Tutaq ki, belə bir bizə diapazon verilib. Deyir bu diapazonda xanaların, sətirlərin, sütunların sayını tapmaq. Bunu əslində çəkib də tapa bilərsiniz, amma bu vaxt itkisidir. Bunun üçün asan yolumuz var. Birinci sətr sayını necə tapırıq? Diqqətli olaq. Sətr sayını böyük ədəddən kiçik ədədə çıxıb aldığımız cavabın üzərində 1 gəlmək. 12-dən 6 çıxanda 6 üzərində 1 gələndə 7. Yəni bildiniz 7 hardan gəldi. Sonra ikinci sütun sayını tapırıq. Sütun sayımızdakı baxın A sütunu, C sütunu. A, C sütununda ortada hansı birləşir? Yəni A-dan C-yə getmək üçün biz hansı sütunu keçməliyik? B sütununu keçməliyik. Yəni bizim cəmi neçə dənə sütun görürsünüz? Sütuna dedik hərflərdə də. Demək 3 dənə bizim nəyimiz var? Sütunumuz var. Bəs yaxşı xana nədir? Xana sətri sütuna vurmaqdır. Yəni 3-ü 7-ni, yəni sətrin sayını vururuq 3-ümüzə. Yəni sütunumuzun sayını 7-ni 3-də vuranda neçə eləyir?
Demək 21. Yəni bizim özümüz çəkmədən tapdıq ki, neçə dənə xanamız varmış? 21 dənə xanamız varmış. Kimə nə aydın olmadı? Demək ki, sətr sayını tapmaq üçün böyük ədəddən kiçik ədədə çıxıb üzərinə 1 gəlməyimiz lazımdır. Sütunu tapmağımız üçün başlanğıc və sonu yazırıq və həmin başlanğıc və sonun ortasında, yəni həmin o yolu getmək üçün biz hansı sütunlardan keçməliyik? O sütunu da yazırıq. Cəmi götürürük sütunların. Yəni hərflərin sayı neçədir? Ən yaxşı lor dildə belə deyim. Hərflərin sayı neçədənsə o sayı götürürük sütun sayı kimi və xananın sayını tapmaq üçün də sətrin sayını vururuq nəyə? Demək 3-ə. Yəni 3-ü də hardan aldıq? Sütun sayımızı. 7-ni 3-ə vuranda 21. Aydın oldu. İndi gəlin sizə bir sual verim. Görək kim cavablandıracaq. Məsəl üçün elə Zilal sənə verirəm. De görüm mənəm. Məsəl üçün deyirəm B 7, tutaq ki D 10. Burada sətr sayını tap, sütun sayını tap, bir də ki xana sayını tap. Müəllimə birinci 10-dan çıxırıq 7, 3 plus 1. Yəni 4. 4 bəli. Sonra İkinci hərflərin sayı bəli. CD, BCD. Əla. 3 dənə sütun var, düzdür? Bəli, 3 dənə 4 sətr var burada. Üçüncü? Üçüncü də 4-ü vururuq 3-ə. Əla. Bəli, 4-ü 3-ə vuranda edir bizdə 12. Gözəl, düzdür. Kimə aydın olmadı? Rəşad, aydın oldu sənə İsrafil? Aydın oldu. Gözəl. Türkanə, bəs sənə nə dedin İsrafil? Başa düşmədim. Deyirəm, mənə aydın oldu. Gözəl, lap yaxşı. Aydın olmayan varmı? Yoxdur deyəsən. Gözəl. Yaxşı, keçirik indi. Baxın, bizə var, bir var qoşun nöqtə verək. Bax, tələbələr əsas bu hissədə çaşır. Bir də var ki, nöqtəli virgül verək. Qoşun nöqtə diapazondur. Amma nöqtəli virgül xanalar çoxluğudur. İndi gəlin elə bunu bu şeydə göstərim sizə misal üzərində. Demək, baxın burada hə. Bir dəqiqə harda yazmışam? Hə, baxın burada yazmışam ki, deyək zaman bu işarəsi göstərilir. Bu ayrı-ayrı xanalardır, daha doğrusu xanalar çoxluğu yox. Demək, qoşun nöqtəmiz xanalar çoxluğudur, nöqtəli virgülümüz ayrı-ayrı xanaları nəzərdə tutur. Baxırıq elə məsəl üçün D2 nöqtəli virgül K5. Baxın, burada qoşun nöqtə yazılmayıb, biz orada sətr sütun sayını bayaq dediyim qayda ilə həll edək. Burada artıq nöqtəli virgül varsa, biz D-ni, D bizdə nədir? Hərf. Hərf bizim nəyimizdir? Sütunumuz. 2 mənim nəyimdir? Ədədim. Ədəd bizdə nə sayılırdı? Sətr sayılırdı. K mənim sütunumdur. 5 mənim nəyimdir? Sətrimdir. Ümumiyyətlə D2, K5 ayrı-ayrılıqda nə sayılır? Xana sayılır. Yəni məndə 2 xana, 2 sütun, 2-dəki nə var? Sətr var. Aydın oldu. Yəni nöqtəli virgül olanda ayrı-ayrı götürürük. Amma qoşun nöqtə olanda artıq bayaq dediyim 3 qaydanı həyata keçirmək lazımdır. Sonra keçirik nəyə? Xanaların adları deyəndə ümumiyyətlə 3 ünvanımız nəzərdə tutulur. Bir var nisbi ünvan, bir var mütləq ünvan, bir də ki qarşı ünvan. Baxın, burada qeyd etmişəm. Adi, yəni xananın yazılması, yəni qarşısında dollar işarəsinin olmaması halı bizdə nisbi ünvandır. Mütləq ünvan isə ikisinin də sol tərəfində baxın, burada da solu rəngli hissə ilə qeyd etmişəm ki, daha, yəni tələbə daha cəlb olsun. Bu hissəni başa düşsün ki, qarşı deyəndə bəzən tələbələr sağ tərəfdə götürür. Bəs müəllimə qarşı deyəndə, yəni məsəl üçün ədədin qarşısında var da, sadəcə biz qarşı deyəndə sol tərəfi nəzərdə tuturuq. Baxın, gördüyünüz kimi hərfin də sol tərəfində var, ədədin də sol tərəfində var. Yəni ikisində də varsa bu bizdə mütləq ünvan sayılır. Qarşı ünvan nədir? Qarşı ünvan artıq bizim demək, ya sətrin, baxın görürsünüz, ya deyirəm. Ya sətrin, ya da ki sütunun. Sol tərəfində dollar varsa, yəni birinin qarşısında dollar varsa, bu artıq bizdə qarşılıq ünvandır. Və bayaq da dedik ki, hər bir düsturun qarşısında bərabərlik yazılmalıdır ki, Excel onu hesablayıb bizə cavab olaraq qaytarsın. Və burada diqqət olun, mətn tipli saxlayıb sol tərəfində bərabərlik qoymadığımız üçün artıq burada hesablayıb 35 yazıb. Bu da belə və yadda saxlayaq ki, bizim yəni nəyin sol tərəfində dollar varsa, o dəyişməz olaraq qalır, yəni sabit qalır. Baxın, burada da qeyd etmişəm. İndi gəlin sürüşdürmə məsələlərimizə baxaq. Məsəl üçün, indi gəlin elə bunu belə izah edeyim. Məsəl üçün deyirəm ki, A xanasından, A4 xanasından keçmişəm C10 xanasına. Tutaq ki, nə baş verib burada? Baxın, A-dan C-yə keçmişəm. 4-dən də 10-a keçmişəm. 4-dən 10-a mən necə keçə bilərəm? Üzərinə 6 gəlməklə, düzdür? A-dan C-yə necə keçə bilərəm? A, B, C. Neçədən oldu? 3-dən oldu. Demək, buradan artıq nə qərara gəlirik? Necə özümüz üçün qayda çıxarırıq ki, A sütunundan C sütununa keçmək üçün bizə 3 sütun lazımdır. Yəni 3 vaid elə bir artma baş verir. 4-dən 10-a keçmək üçün isə 6 vaid artma baş verir. Aydın oldu? İndi gəlin burada sürüşdürmə eləyək. Məsəl üçün deyirəm ki, A2 xanamıza yazılıb belə bir düstur. Düsturumuzda yazırıq ki, dollar, tutaq ki, B, dollar 3, plus C2, plus tutaq ki, D dollar 4, plus 6. Belə bir düstur yazılıb. Tələbələr diqqətli olun. Bax, bu isə çaşdırıcı məqamdır. Belə bir düstur yazılıb A2 xanamıza. Və A2 xanamızda olan düsturu biz köçürmək istəyirik. Tutaq ki, C olsun, nə bilim, 7 xanamıza köçürmək istəyirik. Yəni o zaman deyir ki, bu köçürmə zamanı, bu sürüşdürmə zamanı, bax bu düstur var ya, ümumi bu düstur. Bu düstur hansı hala çevriləcək? Yəni necə olacaq? Birinci baxırıq, yəni sürüşdürmə məsələsində birinci nə edirik? Ona diqqət edirik. Birinci baxırıq ki, A sütunundan, yəni mən hansı sütundan hansı sütuna keçirəm? Birinci odur. Biz onu müəyyən etməliyik. Baxırıq ki, A sütunundan C sütununa keçməliyik. A-dan C-yə getmək üçün bayaq dedik neçə yol getməliyik? Neçə vaid artmalıyıq? 3 vaid sağa getməliyik də A, B, C. Sonra keçdik 2-dən 7-yə getmək. 2-dən 7-yə getmək nə deməkdir? 5 vaid artmaq deməkdir, düzdür? Yəni 2-nin üzərinə neçə gələndə ən yaxşısı belə başa salım da sizə. 2-nin üzərinə neçə gələndə 7 edir, 5 edir. 5 gələndə, düzdür? İndi biz bildik ki, hərfləri 3 vaid artırmalıyıq, ədədləri isə 5 vaid artırmalıyıq. İndi keçdik bizim düsturumuza. Və düsturun da sol tərəfində mütləq şəkildə bərabərlik olmalıdır. Elə bax bu may imtahanda da düşmüşdü ki, hansı doğru düsturdur? Bərabərlik olmayan səhv düstur sayılır. İndi keçdik və diqqətli olsanız mən dedim ki, nəyin sol tərəfində dollar varsa, o dəyişməz olaraq qalır. İndi baxın, B-nin də qarşısında dollar var, 3-ün də qarşısında dollar var. Demək bax bu olduğu kimi qalacaq. Yəni mənim sütunum da, sətrim də dəyişməsinə baxmayaraq buna əsasən deyirəm. Amma niyə dəyişmədi? Çünki qarşısında dollar var. Sonra plus
C mənim nəyimdir? Hərfim. Hərfi mən neçə vayd dəyişdim Türkçəni? Hərfim neçə vayd getdi? Sağa. 3 var. 3 vayd. İndi C-ni 3 vayd sağa apar görüm. Hansı hərfə gəlib düşəcək? Yəni hansı sütuna gəlib düşəcək? C. Bax, buna görə də əlifba ardıcıllığını yaxşı bilmək lazımdır. Ki, hansı hərfdən sonra hansı hərf gəlir? Hansı? F hərfi. Yox. C, D, Y. Gəldi düşdü Y-yə. C, D, Y. Sonra 2 mənim nəyimdir? Ədədim, düzdür? Ədəd neçə vayd artdı? 5 vayd. 2-ni də 5 vayd artır, gətir 7 ilə. Sonra plus. D-nin sol tərəfində dollar yoxdur. Demək dəyişə bilər. Və D də mənim hərfimdir. Hərfimi 3 vayd artıranda indi sən də D-ni 3 vayd sağa apar. D-ni aparanda. Hansı hərf? F olur. İndi F olur, bəli, indi F olur. 4-ün sol tərəfində dollar olduğu üçün olduğu kimi yazıram. Baxmayaraq ki, mənim sətrim 5 vayd artmalıdır. Mən artırmıram. Niyə? Çünki sol tərəfində dollarımız var. Plus 6-nı da olduğu kimi yazıram. Yadınızda saxlayın ki, biz sürüşdürməni yalnız xana üzərində eləyirik. Yəni, bu sabit ədədimizdir. Bu sabit ədədə biz seçin eləyə bilmərik. Xanada nədir? Birinci hərf gəlməlidir, sonra ədəd gəlməlidir. İkisi bir yerdə bizdə nə adlanır? Xana adlanır. İndi buradan kim nəsə başa düşmədisə desin. Səxavət, Nərmin nədən başa düşmədim? Gönçəm. Aydın da başa düşdüm. Yaxşı, bir dənə də nümunə verəcəm. Görək necə başa düşmüsünüz. Yaxşı, bunu silirəm. Məsəl üçün deyirik nə? Məsəl üçün deyirəm B, tutaq ki, olsun 10. B10 xanasından köçürmə eləyirik. Tutaq ki, D 7 xanasına. B10 xanasından D7 xanasına sürüşdürmə və yaxud köçürmə eləyirik. Eyni sözdür, fərqi yoxdur. İndi B10 xanasına belə bir düstur yazıram. İndi düsturumuzu yazaq. Məsəl üçün deyirəm ki, tutaq ki, C6 plus dollar B tutaq ki 13 plus yazırıq bura. Məsəl üçün elə A olsun. A dollar tutaq ki 7 olsun plus C olmasın. Tutaq ki D deyək. D 20 olsun plus 8. Və yaxud burada çıxaq 8 də ola bilər. Yəni burada plus yazıram, elə bilməyin həmişə plus verilir düsturlarda. Yəni düsturlar fərqli olacaq. Vurma da olacaq, bölmə də olacaq. Əsasən plusdan istifadə olunur və yaxud çıxma da ola bilər. İndi gəlin bunu kim desin mənə? Rəşad görüm. Necə addım-addım necə gedirik? Birinci onu deyim. Demək B10 xanasından D-yə gedirik. 3 vahid getməliyik, Hı hı. sağa getməliyik. Bəli, 3 vayd sağa getməliyik. Ondan da 7-yə 3 vahid sola getməliyik. Əla. Bəli, gözəl. İndi sənə verilən düstura tətbiq elə. Bərabərdir. E. E3. Əla, bəli. Üstə gələk dollar B. 13. Üstə gələk. Amma gözlə. 13-ün qarşısında dollar yoxdur. Yəni sol tərəfində dollar yoxdur. Demək onu sən dəyişəcəksən. Bədəki dollar 13 saat deyil. Yox, yox. Bax bu B-nin qarşısında varsa demək B-yə aiddir. D10. Aha, bəli. Plus. Üstə gələk. C. Üstə gələk C. Dollar 7. Bəli. Yəni 7-nin sol tərəfində dollar var deyə dəyişmir. Amma bizim sətrimiz 3 vayd azalıb. Amma mən 7-ni 3 vayd azalda bilmirəm. Niyə? Qarşısında dollar var. Sabitliyi qorumalıyıq. Plus. Üstə gələk D17. F17 baxın, F17. Üstə gələk çıxaq 8. Əla, bəli. 8-i dəyişmirik. İndi bəzən tələbələr 8-dən 3 çıxır 5 yazır. Olmaz. Sabit ədəd dəyişmək olmaz. Biz yalnız nəyə dəyişirik? Xana dəyişirik. İndi buradan kimə nəsə aydın olmadısa desin. Səxavət, hansı hissəni başa düşmədin? Türkani və sən? Tamam. Hə, buyur. Buyur Türkani, sağına ver. Burada 13 oldu. Onu üstünə gəlmirdik. Belə 3 var çıxdıq. Mən onu topladım. Hansını topla? Bax, ondan 7-yə gedib. Ondan 7-yə getmək azalmaq deməkdir. Sən 7-dən 10-a getməsən ki, 3 vayd artasan. Ondan 7-yə getmirsən. Ondan 7-yə getmək geriyə getmək deməkdir. O da 3 vayd geriyə getməkdir. Yəni daha doğrusu indi burada sətirdir da. Biz ondan 7-yə gedirsək yuxarıya gedirik yəni. İndi o yuxarı aşağı demirəm ki, orada çaşacaqsınız. Ona görə o hissəni demirəm. Yəni sadəcə bilin ki, ondan 7-yə getmək 3 vayd azalmaq deməkdir. Əgər 7-dən 10-a getsə, 3 vayd artma demək olardı. Başqa nə sual olan varmı? Gönçə sualım var, Nərminə? Tamam, gözəl. İndi yaxşı, bu bizim sürüşdürməmiz. Yəni bunu bilirsə gözəl. İndi keçirik artıq funksiyalara. Hə, bir də xətaları deyim əvvəlcə. Xətalar. Xətalar bizdə nədir? Bu bizim div xətamız. Div ümumiyyətlə division mənasında, yəni bölmə mənasını verir. Sıfıra bölmək olmaz. Ümumiyyətlə biz riyaziyyatdan da bilirik ki, 1 var, 4-ü sıfıra böləndə nə düşür? Heç nə düşmür. Yəni sıfıra bölmək olmaz. Bu Excel-də də belədir. Əgər biz hər hansı bir şeyi hər hansı bir ədədi sıfıra bölsək, avtomatik bizdə cavab çıxmır. Avtomatik bizdə div xətası çıxır Excel-də. Sonra name xətası. Məsəl üçün elə burada funksiyalar götürürəm. Məsəl üçün left. Leftdə bir dənə t var, düzdür? Bir dənə t-miz var. Amma mən 2 dənə t yazıram və istəyirəm ki, mənə hesablasın versin. Yəni left indi soldan saymaqdır. Birazdan izah edəcəm sizə. Left soldan saymaqdır və nə edirik? İstəyirəm ki, mən hər hansı bir mətn vermişəm, onu soldan saysın versin mənə addım olaraq. Amma verməyəcək. Niyə? Deyəcək ki, sən funksiyanın adını səhv yazmısan. Sən məndən cavab gözləmə. Yəni belə deyəcək bizə bu Excel. Ona görə də bizə name xətası çıxardacaq. Yəni nəticənin yerinə name xətası çıxardacaq. Bunu öyrənə ilə burdaca sual cavab eləyəcək. Sonra DS işarəmiz var. 5 dənə DS işarəmiz var. Bu nədir? Bu bəzən olur ki, məsəl üçün sonsuzluq olur. Məsələn, bölmə zamanı sonsuzluq baş verir. Yəni 0 tam nə bilim neçə belə olur. Və bu zaman artıq yerləşmir xanamız, yəni xanamızın yerində yerləşmir düsturumuzun nəticəsi. Bu zaman artıq yenə də bizə cavab qaytara bilmir. Yəni o qədər böyük olur ki, o qədər uzun olur ki, sonsuzluq olur da. Ona görə bizdə 5 dənə DS qaytarır. Sonra keçdik ref bizim xətamıza. Ref xətamızda məsəl üçün tutaq ki, bu A2 xanamızdır. Tutaq ki, bura yazıb bir 6. Tutaq ki, bu da B7 xanamızdır. Burada yazıb 3.
İndi mən hər hansı bir tutaq ki C10 xanama bərabərlik qoyuram. Yazıram ki A2 vuraq B7. Eləmi? Və mən də bu düsturu hesablamamış A2-dən 6-nı silirəm. Yəni bunun yerinə hər hansı bir şey yazmıram. Yəni A2 boş qalır, silirəm. Artıq sən burada gətirib A2 vur B7 yazıb enter vursan, yəni və yaxud ok vursan, burada sənə cavab qaytarmayacaq. Niyə? Deyəcək ki, sən bu iki düsturda, yəni daha doğrusu bir düsturda olan iki ifadədən birini, yəni xananın birini silmisən. Sən məndən cavab ala bilmərsən. Niyə? Sən məndən ancaq cavab olaraq ref cavabını alacaqsan. Çünki sən xananı silmisən. Yəni bir xananı silib digər xanaya mən necə vura bilərəm onu? Sonra keçdik number səhvimizə, xətamıza daha doğrusu. Number xətamızdakı adından göründüyü kimi number nədir? Ədədlərin düzgün düsturda yerləşdirilməməsi. İndi baxırıq nə? Məsəl üçün deyirik nə? Məsəl üçün bilirik ki, biz adi riyaziyyatdan bilirik də kök 6 mənfi 36 deyilən bir şey var. Yəni burada nəsə hesablaya bilərik. Bu müsbət kök 6 36 var. Yəni bu 6 edir. Yəni elə informatikada da belədir, Excel-də də belədir ki, məsəl üçün faktorial biz bilirik ki, adi hesablamadır. Yəni adi riyaziyyatdan bildiyiniz faktorialın hesablanmasıdır. Məsəl üçün faktorial tutaq ki, -4 yazsam. Bilirik ki, faktorial yalnız müsbət ədədlərin faktorialını hesablayır. -4 ola bilməz. Yəni sən belə yazıb enter vursan, avtomatik sənin number səhvi çıxardacaq ki, sən funksiyaya düzgün ədəd daxil etməmisən. Və value-da sonuncu bizim xətamızdır. Bu xətamızdakı mətn və ədəd üzərində bir əməliyyat aparın. Məsəl üçün, bir var, yazaq ki, 7 + 3 bərabərdir 10 eləyir, düzdür? Bir də var ki, 7 plus yazaq tutaq ki, info sözü. Bu mətnlə ədədi necə toplayaq? Mümkün deyil, düzdür? Yəni Excel sənə nə cavab qaytarsın? Heç qaytara bilmədiyi üçün cavab value xətası qaytarır. Aydın oldu? İndi gəlin sual cavab edirik. Demək, nə edirik? Məsəl üçün birinci bölümdə səndən soruşuram. De görüm, ref xətamız nə idi? Orada istinadla bağlıydı da. Yəni istinad nə? İstinad olunan xanada hissədə nəsə. Silinmə varsa, məsəl üçün bayaq dediyim A2 xanasında hər hansı bir ədəd yazmısan, sonra onu silmirsən. Artıq sən düsturu hesablamanı istəyirsən. Hesablaya bilməz niyə? Çünki sən onu silmirsən, hər hansı bir ədəd daxil etməmisən. Yəni ref o zaman ortaya çıxır ki, hər hansı bir xana, istinad olunmuş xana silinərsə, bu artıq ref xətasının ortasıya çıxmanı nə edir, göstərir. Yaxşı, üzül alsam mənə şey deyim, value xətasını deyim. Value. İngilizcə izah edim, sonda izah edim. Value. Səs atılmırdım ona görə. De. Sonuncudur mənim mətn və ədəd arasındakı fərqlər. Bəli. Təkcə toplayanda yoxdur, müəyyən hesab əməlləri. Bəli, düzdür. Yəni sən 4 ilə infonu necə toplaya bilərsən? Amma 4 ilə 5-i toplayıb cavabı 9 götürə bilərsən. Yaxşı, Səxavət, sən mənə başqa hansı xətamız vardı? 5 dənə DS-imiz var. O 5 dənə DS-i də görək. O 5 dənə DS nə üçün idi? Yəni nə zaman ortaya çıxandı? Düstur xətası, yəni orada elə bir say çoxdur, yerləşmir saylar ora. Bəli, yəni düstur yox. Düsturun nəticəsi çoxdur. Yəni sonsuzluğa aparır deyə nəticə sığışmır xananın elinə. Yox, söhbət 4 rəqəmlidən getmir, çoxdan gedir, ondan çox. Sonsuzluğa doğru gedəndə artıq orada nəticə göstərmək olmur. Yaxşı, Rəşad, sən mənə başqa hansı xətamız qaldı? Number xətasını deyin. Number xətası. Number düstur, daxil edilən düstur, bunun içində uyğun düzgün olmayan ədədlər. Ədəd daxil. Məsəl üçün, faktorial müsbət ədəddir, sən onu istəyirsən ki, mənfi ədədi. Faktorial hesabı necə hesablayacaq? Heç cürə mümkün deyil. Yaxşı, İsrafil, sən mənə başqa hansı xətamız qaldı? Demək, div xətasını deyin. Sıfıra bölmə xətası. Bəli, yəni sıfıra bölmə zamanı bizə cavab qaytara bilməyəcək, div xətasını qaytaracaq. Yaxşı, Türkanə, sən də mənə bütün name xətasını bir dənə xətamız qaldı. Name xətamızı deyim. Düzgün yazılmayanda adı. Nəyin adı? Funksiyanın adı yox. Funksiyanın adı düzgün yazılmayanda bəli, bu sənə cavab qaytara bilməyəcək. Niyə? Deyəcək ki, sənin düsturu nə etmisən? Düsturu yox daha doğrusu. Funksiyanın adını səhv vermisən. Birinci funksiyanın adını düzəlt, sonra məndən cavab istə. Yəni Excel sənə belə cavab verəcək. Bu da belə. İndi keçdik nəyə? Artıq bu şeyləri də xətaları öyrəndik. İndi keçirik funksiyalarımıza. Funksiyalarda ümumiyyətlə demək olar ki, hər imtahan düşür. Yəni cədvəl daxilində funksiyalardan istifadə edirik və səhv etmirəmsə, aprel imtahanı idi, yoxsa mart imtahanı idi. Mətn funksiyalarını seçmək düşmüşdü. Yəni ona görə də mətnlər hansılardır, məntiqlər hansılardır, statistik hansıdır, riyazilər hansılardır? Bunların adlarını nə etməlisiniz? Bilməlisiniz mütləq şəkildə ki, hansına aiddir, hansı sinifə aiddir. İndi keçirik artıq izah etməyə. Məsəl üçün, birinci samdır. Sam cəmləmək deməkdir. Yəni toplamaq deməkdir. İndi baxırıq bizə A6, gözləyim bir dəqiqə. A6, B8 diapazon verir. Baxın, buradan deyirəm. 6, B8 diapazon. Mənə belə bir cədvəl verilib. 6 budur, B8 budur. Düzdür? Və diapazonda da dedik ki, əvvəli və sonu tapıb, sonra onu bir düzbucaqlı halına gətiririk. Yəni demək 6, B8 diapazonu hansıdır? Bu düzbucaqlının daxilində olan mənim xanalarımdır. İndi sam da dedik cəmləməkdir. Demək bu xanaları nə edəcək? Cəmləyəcək. Baxın, 6 xanasının qiyməti 8, sonra A7 xanası 24,6, biri 100-dür, biri -4-dür, biri 2-dir, biri də 20-dir. Bunları toplayanda hamısı 150,6 edir. Aydın oldu? Sam nə oldu? Cəmləmək oldu. Sonra ABC var. ABC də ki, bizdə modul ifadə edir. Ümumiyyətlə riyaziyyatdan bilirik ki, məsəl üçün bundan nə çıxır? Müsbət 2 çıxır, düzdür? Yəni modul indi riyaziyyatda düz xəttlər arasında olursa, artıq Excel-də ABC funksiyasıdır. ABC məsəl üçün B6, B6 bizdə nədir? B6 bizdə -4-dür. -4-ü nə etdi bu? Müsbət etdi. Niyə? Çünki ABC modulu hesablayır. Sonra faktorialımız da ki, bayaq dediyim kimi adi riyaziyyatdan bildiyiniz faktorialdır. Məsəl üçün 2-nin faktorialı nəyə bərabərdir? 1 vur 2-yə. İndi burada da 6 xanamda məndə nədir? 8. 8-in faktorialını hesablayıb, 8-in faktorialda 1 və 8 də daxil olmaqla ədədləri bir-birinə vurmaqda rəqəmlər. Bu da eləyir 40320. Sonra keçdik power. Baxın, powerlə produktı çoxu tələbə qarışdırır. Power bizdə qüvvətdir. POV kimi yadda saxlayın. Produkt hasildir.
İndi bunu necə izah edim sizə? Baxın, power dedik qüvvətli. Məsələn, 2 üstə 2 nə eləyir? 4. 2 üstə 3 nə eləyir? 8. Yəni qüvvət deyəndə yuxarıda olan nəzərdə tutulur. İndi baxıram B7, vergül qoyub 6 yazmışıq. B7 nədir məndə? B7 2-dir. Vergül qoyub 6 yazıb. 6 nədir? 8. Yəni belə də power. İndi B7-nin qiymətini 2 yazsam, 6-nın qiymətini 8 yazsam. Bu da nəyə bərabər? 2 üstü 8, o da eləyir 256. Yəni power nə oldu? Qüvvət oldu. Aydın oldu. İndi burada 2-nin yerinə 3 olsaydı 3 üstü 8-i hesablayacaqdı. Yəni qüvvəti hesablayır. Bəli. Onda biraz çıxır ki, birinci mötərizə içində birinci ədəd. Hə, əsasda olur, ikinci ədəd qüvvətdə olur. Bəli, həmişə olur. İkinci ədəd qüvvətdə olur. Bəli. Sonra product. Product artıq bizdə hasildir. Yəni hasil nədir? Adi riyaziyyatda bildiyiniz vurma. Məsəl üçün baxaq yenə də burada nöqtəli vergüldür. Baxın, bəzən tələbə nöqtəli vergülü görmür, elə bir qoşu nöqtədə, yəni diapazonu götürüb hamısını bir-birinə vurur. Olmaz, səhvdir. Burada artıq nöqtəli vergül olduğu üçün 6 xanasını götürəcək, bir də B7 xanasının qiymətini götürəcək. Yəni 2 xananın qiymətini götürüb bir-birinə vuracaq. Eləyəcək bizdə 16. Yəni 8-i 2-yə vuranda 16. Əgər bizdə burada 6 B7 diapazonu olsaydı, yəni 6 B7 diapazonu olsaydı, burada nə baş verəcəkdi? Demək, bizdə gəlin əvvəlcə diapazonu hesablayaq. 6 B7 diapazonu. Baxın, bu diapazon budur. Əgər hamısı olsaydı 8-i -4-ə vuracaqdıq. Onu 24,6-ya vuracaqdıq. Onu 2-yə vuracaqdıq. Əgər qoşu nöqtə olsaydı. Artıq nöqtəli vergül olduğu üçün ayrı-ayrı xananı götürür. Ayrı-ayrı xananın qiymətini götürür. Sonra sum if. Sum dedik cəmləməkdir, if də dedik şərtə görə cəmləməkdir. İndi baxıram D1 D1 E15 diapazonu. D1 buradır, E5 də buradır. İndi burada sütunları yadımdan çıxıb qeyd etməmişəm, burada sətirləri daha doğrusu. Yəni burada birinci D1 E5 diapazonudur və burada deyir ondan böyük olanları götürün. İndi bax bu diapazonun ondan böyük olanlar hansılardır Səxavət? Həm? Ondan böyük olan bax bunlar. İndi qəşəng seçə bilmədim. 60 değil mi? Sonra ne var burada? 10 özü var. 10 özü götürmüyor. 15. Mesela 60 15. Bəli. Bir də diqqətli olsaq, bayaq o hissədə demədim. Ədədlərimiz, ədəd tiplərimiz xananın sağında yerləşir. Mətn tiplərimiz xananın solunda yerləşir və dırnaq içərisində yazılmış hər hansı bir ədəd isə, bu da mətn tipli sayılır. Nə olsun? Ədəddir dırnaq içərisində. Yəni dırnaq içərisində ədəd görürsünüzsə, bu artıq sizin mətninizdir. Yəni bu ədəd tipli sayılır, yaxşımı? Və gördüyünüz kimi mətn kimi solda yazılıb. Hə, indi burada dedik ki, ondan böyük olanları hesabla, yəni topla. Samda toplamaq demək axı. 60 ilə də 15-i toplayırıq, eləyir bizdə 75. Burada məsəl üçün verə bilər, nə bilim, neçədən böyük, neçədən kiçik və s. kimi. Yəni sizə şərt verir, o şərti əsasən nə edəcəksiniz? Toplayacaqsınız. Aydın olduğu bu hissədə nəsə sual varmı? Demək, hər şey dedik, sum toplamadır, ABC modul hesablayır, faktorial adi riyaziyyatdan bildiyiniz ədədin faktorialını hesablayır, power qüvvətdir. Yəni birinci ədəd əsasda durur, ikinci ədəd qüvvətdə durur. Product hasildir və diqqətli olaq, burada diapazon mu verilib, yoxsa xanalar, ayrı-ayrı xanalar mı verilib? Sum if-dəki şərtə görə cəmləmək deməkdir. İndi keçdik məntiqi funksiyalarımıza. Var bizdə, bəli. Burada birinci samda toplayırıq. Orada fərqi var. Hansısa sütundan başlayıb toplayıb digər sütuna keçmək, yoxsa yanbayan topla olan fərqi var. Bax bizdə 6B8 diapazon deyir də, düzdür? 6B8. Bax diapazon budur, Türkçəni. Sən onsuz riyaziyyatdan da bilirik ki, toplamların yerini dəyişəndə cəm dəyişmir. Fərqi yoxdur. Sən burada gətirib A7-nin də qiymətini qoyub hesablaya bilərsən, yəni sonra da toplaya bilərsən. O hissədə fərqi yoxdur. Yəni A7-nin qiyməti neçədir bizdə? 24,6. Onun üzərinə gələ bilərsən 100, onun üzərinə 2 gələ bilərsən. Yəni fərqlilik, ya oradan buradan gələ bilərsən. Əsas odur ki, diapazonunu düz seç. Yəni toplamların yerini dəyişəndə cəm dəyişmir. Nə deyim? Onda da elədir də istədiyini. Hə, produktda da bəli, diapazon deyirsə, bəli, istədiyini eyni vuranda, yəni məsəl üçün biri var 4 vur 5 vur 6, biri var 6 vur 4 vur 5. Eyni nəticə alınmır. Yəni yerlərini dəyişirik də ədədlərin. Heç bir fərqi yoxdur. Buyur Rəşad. Nəsə sualın vardı? Mənim sualım belədir ki, tutaq ki biz buna fərqli funksiyalar verir, fərqli deyək ki, əmrə vermək istəyir. Tutaq ki, sumda 6 ilə 5-8 topla dedik, sonra demək istəyir ki, bu alınan rəqəmi 2-yə böl. Hə, aldığın cavabı heç 2-yə böləcəksən. O artıq ayrı funksiyadır. Yəni ayrı əməliyyatda icra edirsən. Sum demək onda cavabı başqa funksiya edirsən. Hə, bəli. Yəni samda cavabını alırsan, toplananları toplayırsan, cavabını alırsan, sonra bölməni yerinə yetirsən, sonra vurmanı yerinə yetirsən. Yəni 1-1. Sonra keçdik məntiqi. Məntiqi birinci ifdir. If şərtdən asılı olaraq. Yəni mənim birinci baxın, ifin düsturu budur. Yəni ümumi görünüş budur ifdə. Birinci şərti gördüyünüz kimi vergül qoyub düstur 1 yazmışam, vergül qoyub düstur 2 yazmışam. Yəni mənim şərtim ödənirsə düstur 1, ödənmirsə düstur 2 yerinə yetirir. Bu nə deməkdir? İndi bu misal üzərində izah edirik. Məsəl üçün baxıram A11. A11 məndə nədir? 10. Kiçikdir B11. B11 nədir məndə? 8. 18-dən kiçikdir Gönçə. Xeyr. Ay, so. Onda Nərminə xeyr dediksə, yəni şərtimiz ödənmirsə, düstur 1 mi, düstur 2 mi? Hansı yerinə yetirdik Nərminə? Kiçik olan kiçikdirsə. Yəni kiçik deyil də, 18-də kiçik deyil deyirsən, yox. Yoxdursa sən ifin, yəni bu düsturu yerinə yetirsən, yoxsa bu düsturu? Yox, mən qaydanı izah edəndə deyirəm ki, sənin şərtin ödənmirsə, sən ikinci düsturu yerinə yetirirsən. Şərtin ödənirsə, birinci düstur. İndi bizim şərtimiz ödənmədi Nərminə. Necə sən birinci düsturu yerinə yetirə bilərsən? Bax, şərt ödəndikdə düstur 1, şərt ödənmədikdə düstur 2. İndi düstur 1-in yerinə 12/2 düşüb. Düstur 2-nin də yerinə C12/3 düşüb. İndi sənin 10 kiçikdir 8 şərti ödənmədiyi üçün, yəni bax bu şərt ödənmədiyi üçün Nərminə. Ona görə sən ikinci düsturu yerinə yetirsən. İkinci düsturun da yerində C12/3 yazıb. Yox. Aydın oldu hər kəsə. İf nə oldu?
Şərtə görə birinci düstur və yaxud ikinci düsturu yerinə yetiririk. Sonra and. And-də bütün hər şey true olmalıdır ki, yəni şərtimin hamısı ödəməlidir ki, mənim cavabım true olsun. Orada bir dənə true varsa, istəyir 10 dənə false olsun. Heç bir false da yanlış deməkdir, səhv deməkdir. Yəni 10 dənə yanlışın varsa, bir dənə true onu doğru edir. Notdakı mötərizə daxilində olan, məsələn, mötərizədə true-dursa cavabı false çıxardır. False-sa cavabı true çıxardır. Yəni bir əksini edir. Sonra keçdik buradan. Baxın məsələn elə gəlin bu and-i izah edeyim. Or onsuz oxşardır. Burada baxırıq and-in daxilində A11. A11 nədir? Məndə 10 böyükdür B11 nədir? 8. Bu hələ ki hər yerə. Bu düsturacı yəni doğrudur. Sonra virgül qoyuram. B11. B11 məndə nədir? 8. C12 nədir? C12 320. 8 320-dən kiçikdir. Deyirsən, hə, kiçikdir. Sonra baxırıq, bax bu üçüncü hissəyə. B12. B12 nədir məndə? 320. A11 nədir? 10. 320 ondan böyükdür deyirsən, hə. Artıq gördüyün kimi bütün şərtlər hə cavabını almışıq. Bütün şərtlərdə hə cavabı varsa cavabımız nədir? True'dur, yəni hədir, and-də. Orada da eyni şeydir. Məsəl üçün burada tutaq ki, 8 böyükdür 320 olsaydı, biz cavabı nə alırıq? Yox alırıq, düzdür? Və burada da and var. And-də bir dənə yox varsa cavabın false edir, yəni yox edir cavabı. And-də nə vaxt true olmalıdır? O vaxt true olur ki, bütün sənə verilən şərtlər doğru olsun. Yəni hə cavabını verəsən bütün şərtlərə. Əgər bir şərtə yox cavabını versən and-də, avtomatik cavabın yox olur. Yəni istəyir 20 dənə true olsun, yəni doğru olsun. Bir dənə false-un varsa and-də cavab false edir. Aydın oldu? Amma orada elə deyil. Orada 20 dənə sənin tutaq ki false-un olsun, bir dənə true var,sa artıq sənin cavabın nə olur? Hə olur. Yəni 20 tutaq ki false-un var, bir dənə true var orada. Cavabın nə çıxacaq? Cavabın hə çıxacaq, yəni true çıxacaq. Aydın oldu? False yox deməkdir. Hə isə true deməkdir. Aydın oldu? Sonra keçdik maksimum. Maksimum ədədin böyüyünü tapmaqdır, minimum kiçiyini tapmaqdır. Average ədədi ortadır. Ədəd orta nədir? Ədədləri toplayırsan, məsəl üçün 4 ilə 6-nın ədəd ortası necə tapırıq? 4-ün üstünə 6 gəlir 10, onu bölürük sayına. Yəni 4 ilə 6 necədən 2 dənə. Bu deyir bizdə 4-ün üstə 6 10 5. Yəni 4 ilə 6-nın ədəd ortası nəymiş? 5'miş. Aydın oldu. İndi gələk baxaq burada average bizə nə verilib? Average A1 C3 diapazonu. A1 C3 diapazonu. Bu diapazonumuzda baxın buradan söhbət edirəm. Və mən ilk dəfə dedim ki, və burada da altından xətt etmişəm ki, ədədlərin ədəd ortasını tapır. Yəni burada vərəqdir, infodur, matikadır, salamdır. Bunlar mənim nəyimdir? 27-dir. Bunlar mənim mətnimdir. Biz yalnız ədədin ədəd ortasını tapa bilərik. İndi ədədin ədəd ortası bir 2-dir, ədəd bir 10-dur, bir də 6-dır. Bunları toplayıb sayına bölürük. Yəni 3-ə bölürük, eləyir bizdə cavab 6. Aydın oldu. Kim başa düşmədi bu hissəni? Başa düşdünüz? Yəni ədəd orta nədir? Ədədləri heç nə toplayırsan, sayına bölürsən. Count nədir? Count çox vaxt testlərdə qarşınıza çıxacaq. Count saymaqdır. Nəyi sayırsan? Ədədlərini sayın. Count A nədir? Bütün dolu xanaları, yəni həm ədəd ola bilər, həm də mətn ola bilər. Heç bir fərqi yoxdur. Sadəcə saymaqdır. Count if-dəki müəyyən şərtlərə görə saymaqdır. İndi gəlin baxaq. Məsəl üçün, deyirəm burada nə? Məsəl üçün count dedik ki, A1 C3 diapazonu. Baxın, A1 C3 diapazonu budur, düzdür? Baxın buradan baxın. A1 C3 diapazonunda count dedik ki, yalnız ədədləri sayır. Bu diapazonda neçə ədəd var? 3 dənə. 1 2-dir, 1 10-dur, 1 də 6-dır, düzdür? Cavabı 3 çıxartdı. Yəni sayır da neçə ədəd var? 3 ədəd var. Sonra count A bütün dolu xanaları sayır. Yəni boş olmayan xanaları sayır. Boş olmayan xanalarında 1 2 3 4 5 6 7 8 9. Cavabı 9 götürürük. İndi burada count if deyə bilər. Count if məsəl üçün deyə bilər ki, elə burada yazaq. Count if tutaq ki, yenə A1 C3 diapazon olsun. Belə bir dırnaq içərisində verilsin ki, tutaq ki, 2-dən böyük olanların nəyini tap, sayını tap. 2-dən böyük olanlar neçədə nədir bu diapazonda? 1 6-dır, bir də 10-dur. Yəni cavabımızı bizə nə qaytaracaq? 2 qaytaracaq. Aydın oldu? Yəni şərtə görə nə etməkdir? Saymaq deməkdir. Bizim də şərtimiz nədir? 2-dən böyük olanların sayını tapmaqdır. Və bu diapazonda da 2-dən böyük olanlar 1 6-dır, bir də 10. 2-nin özünü niyə götürmürük? Çünki bərabərlik yoxdur. 27-ni də niyə götürmürük? Çünki mətndir, ədəd deyil. Aydın oldu? Hə? Səsiniz gəlsin. Aydın oldu yoxsa yox? Bəli, aydındır. Lap yaxşı. Sonra keçdik demək mətnimizə və sonuncumuza. Mətn bizdə birinci left. Left soldan saymaqdır. Diqqətli olun, görün. Left ümumiyyətlə sol deməkdir də. Right isə sağ deməkdir. İndi left A1. A1 məndə nədir? Salam sözüdür. Salamı ilə gəlin böyük yazım salamı. Salamı 2 vahid. Bax burada 2 addım demək. Neçə vahid sayıb? 2 vahid. S A. Gəldi düşdü sayı. Soldan saydım. Əgər sağdan saysaydım 2 vahid. M A. Gəlib düşəcəkdi və yaxud 3 vahid saysaydım. M A L. Gəlib düşəcəkdi lam sözünə. Baxın burada da qeyd eləmişəm. Baxın biz sağdan sayırıq. Amma cavab olaraq soldan götürürük. Bax məsəl üçün M A saydım, düzdür? Yəni sağdan saydım. Amma cavabı nə kimi götürürəm? Soldan götürürəm, lam kimi götürürəm, mal kimi götürmürəm. Aydın olur, bəzən tələbələr bu hissədə çaşır. Sonra len. Len yazıdakı, yəni mətndəki sözlərin, hərflərin, simvolların daha doğrusu sayını tapmaqdır. Məsəl üçün len desəm Gönçə. Gönçə neçə hərfdir dırnaq içərisində? Neçə hərfsən Gönçə? 5 hərf. Ay, cavabı 5 çıxardacaq. Məsəl üçün len nə bilim informatika. İnformatika neçə hərfdir? 11 hərfdir. Aydın oldu? Sonra bu da and işarəsidir. And nədir? Birləşmə deməkdir. Məsəl üçün A1 xanasına 6 yazılıb, B10 xanasına 12 yazılıb tutaq ki. Və deyir ki, A1 bu işarə B10. Nə edəcək bizdə? 6 1 12, yəni 612 alınacaq. Aydın oldu? Yəni sənə verilən xanalar nə edir? Birləşdirir, yan-yana yazır. Aydın oldu mu? Bəli. Mənim orada lent A3 olsa, o 27-ni 2 götürürük. Yəni Hə, orada artıq olmayacaq. Bəli, len 2 olsa elə 27-nin özünü götürür. Amma 3 olsa artıq nə götürsün bizdə? 27 2 simvoldan ibarət. 3-cü simvolu harda tapaq? Olmur ona görə. Yəni orada 27-nin özüdür də cavab. Hə, 27-nin özüdür, bəli. O dırnaq işarələri sayılır. Yox, saymır. O sadəcə mətni bildirmək üçündür. Yəni ədədlə mətni ayırmaq üçündür. Belə. Bu da bu. Bir dənə də şey qaldı. Bu hissəni də izah edək. Ədədi silsilə həndəsi düzdür. Bu günə kimi imtahanda düşməyib bu hissədən, amma düşə bilər.
Yəni çünki fevral imtahanında, yanvar imtahanında da, yox, fevral imtahanı idi. Diaqram məsələsi düşmürdü bu günə ki, BB kateqoriyası üzrə, amma artıq sual kimi salırlar. Yəni ona görə bir hər tərəfli biz öyrənməliyik ki, qarşınıza nə çıxsa həll edə bilək. İndi gəlin o diaqram məsələsində gələn dərs izah edərəm. Gəlin bunu da izah edək. Məsəl üçün baxırıq nəyə? Bir var linear. Linear bizdə ədədi silsilədir. Elə özünüz üçün qeydlər götürün. Grove həndəsi silsilədir. Grove sətir deməkdir, ingiliscədən tərcümədə. Column sütun deməkdir. Sonra step value başlanğıcdır. Yəni neçədən başlasın, addım-addım getsin. Stop isə dayanma nöqtəsidir. Stop nöqtəsidir belə deyək. Ədədi silsilədə toplamadan istifadə edirik. Həndəsi silsilədə isə vurmadan istifadə edirik. Və Exceldə vurmamız ulduz işarəsi ilə istifadə olunur. Riyaziyyatda bilirik ki, nöqtədir və yaxud bu x işarəsidir. Amma artıq Exceldə biz bu ulduz işarəsini istifadə edirik. İndi baxırıq birinci məsələmizə. Deyir A1 xanasında 3 rəqəmi verilib. Şəkil əsasını görürük. Hə. İndi burada baxın elə bu. A1 xanasında 3 verilib və bizə deyir ki, sonuncu yazılacaq ədədi tapın. Və bizdə də gördüyünüz kimi diapazon verilib. A3, A6 diapazon, A1 daha doğrusu. A1, A6 diapazonu verilib. Və biz kolum üzrə, yəni sütun üzrə gedirik. Linear nə idi? Linear bizdə şey idi. Ədədi silsilə idi. Ədədi silsilədə də nə edirik? Toplayırdıq. Step value, yəni addım-addım neçə toplaya gedirik? 2 toplaya gedirik. Stopdakı 20-yə kimi. İndi baxıram 3-ün üzərinə 2 gəlib. Eləyir 5. Yəni A2 xanasına 5 yazıram. Sonra 5-in üzərinə 2 gəlib. A3 xanasına 7 yazıram. Sonra A4 xanasına 7-nin üzərinə 2 gəlib. 9 yazıram. A5 xanasına 9-un üzərinə 2 gəlirəm. Yəni 2 niyə gəldi? Step value o 2-2-dir. Yəni 2-2 artmaqdır. 9-un üstə 2 gəldiyində neçə eləyir? 11. 11 üstəndə 2 gəldiyində 13. Baxın, mənim stop nöqtəm 20-dir. Amma mən 13-də dayandım. Niyə? Çünki artıq A1, A6 diapazonu sənə çəkilib ki, sən bu diapazona əsasən işini gör. Nə olsun səndə stop nöqtən, yəni 20-yə kimi nə olsun gedə bilərsən. Amma artıq səndə hər hansı bir məhdudiyyət varsa, A1, A6 diapazonu varsa və sonuncu ədəd yazılacaq nədir bizdə? 13-dür cavab. Aydın oldu? Əgər bizdə burada diapazon olmasaydı, desəydi ki, sonuncu ədədi tapın, 13-ün üstündə 2 gələcəkdik 15, 15-ün üstündə 2 gələcəkdik 17, 17-ün üstündə 2 gələcəkdik 19, 19-un üstündə 2 gələcəkdik 21. Biz cavabı 20 götürməyəcəkdik. Niyə? Çünki stop nöqtəmizi, yəni dayanma nöqtəmizi aşır. Cavabı nə götürəcəkdik? 19 götürəcəkdik. Əgər sizə diapazon verilməsəydi. Artıq burada diapazon verildiyi üçün və sonuncu ədədi istədiyi üçün biz cavabı 13 götürürük. Və niyə toplaya getdik? Linear olduğu üçün dedik axı toplamadı. Grove həndəsi silsilədir, burada vurmadı. İndi gəlin grove eləyək. Məsəl üçün yenə də addımımız 2-dir. 3-ü 2-yə vuracağıq, eləyəcək 6. Yəni A2 xanama 6 yazıram. 6-nı 2-yə vururam 12, 12-ni 2-yə vururam 24. Artıq stop nöqtəmi, yəni dayanma nöqtəmi aşır 24. Və mən cavab olaraq sonuncu yazılacaq ədəd nədir? 12-dir. Baxmayaraq ki, A1 6 diapazonu seçilib. Yəni ümumiyyətlə bu tiplərdə hər şeyə fikir vermək lazımdır. Ki sənin diapazonun seçilib, sənin stop nöqtən neçədir, addımın neçədir, toplamalısanmı, vurmalısanmı, yəni ədədi silsilədimi, həndəs silsilədimi, hansı diapazon seçilib, sonuncu ədəd mi istənilib, başlanğıc mı ədəd istənilir və s. kimi. Yəni hər şeyə nə etmək lazımdır, fikir verməyimiz lazımdır. İndi gəlin bir dənə nümunə göstərim sizə. Məsəl üçün, indi cədvəl çəkməyəcəm, belə mətn kimi yazacağam. Məsəl üçün deyirəm ki, nə? Sətr üzrə gedirik, sətr üzrə, yəni rows-da. Rows. Olsun məndə grove. Sonra stepim, yəni başlanğıc nöqtəm 3 olsun. Stop nöqtəmdəki olsun. Tutaq ki 26. Tutaq ki deyirəm. Və belə bir şey çəkirəm. Tutaq ki A-dır, B-dir, C-dir, D-dir, Y-dir, F-dir, düzmü və birinci sətrimdir. Sətirlə işləyirik də, çünki rows-u seçmişik ona görə. İndi və başlanğıc olaraq mən yazmışam, tutaq ki 3 yazmışam. İndi bizdə sonuncu yazılacaq ədəd nədir? Ya da D xanasında yazılacaq ədəd nədir? Bir də F xanasında yazılacaq ədəd nədir? Bunu kim deyər mənə? İsrafildə görüm, bu gün heç danışmamısan. Hə, İsrafil. İsrafil, buradasan? Yaxşı, Zülal deyim. Mənə tam aydın olmadı, yana görə baxıram. Tamam. Deyir Türkani. Mən 3-ü 3-ə vururuq, 9. Sonra 9-u 3-ə vururuq, 27. 27-ni 3-ə vururuq, neçə eləyirik? Oralara. Oralara getmirik. 9-da qalır təməl. Bəli. Oralara getmirik. Niyə? Çünki sənin stop nöqtən, dayanma nöqtən 26-dır. Ona görə də cavabı heç burada cavab olmayacaq. Yəni D xanası, E xanası boş qalacaq. Niyə? Çünki stop nöqtə 26-dır və sənin cavabı 9. 9-u 3 vuranda artıq 27 edir. Yəni 27-də stop nöqtəni aşır. Ona görə cavabı son aldığını götürsən. Yəni 9-u götürsən. İndi aydın oldu Züla. Yəni grove vurmadı. Yəni həndəs silsilədə bura gedirik. Nəyə vururuq? Sənə verilən ilkin ədədi vurursan stepə. Yəni başlanğıc nöqtəni. Addımına. Rows sətr üzrədir, stopdakı dayanma nöqtə. Yəni neçəyə kimi gedə bilərsən? Sənə məhdudiyyət qoyur ki, tutaq ki 26-ya kimi sən gedə bilərsən. 26-dan o tərəfə gedə bilmərsən. Yəni sənə qadağa qoy, belə deyək, ən yaxşısı. Aydın oldu İsrafil sənə də. Qoyunca aydındır sizə? Mənim. Onda 9 yazılacaq, yoxsa 27? 9. 27 niyə yazmıram? Çünki 26-nı aşır. Yəni cavabımız burada 9-dur. Bəs yaxşı, linear olsaydı, yəni lineari də hesablayaq. Rəşaddə görüm. Mən linear hesablamadım. Üstə gəlmədi. 3, 6, 9, 12, 15, 18 F-də dayanarıq. Yəni D-nin qiyməti 12-dir, F-in qiyməti 18-dir, bəli. Əla. Yəni sən belə gedə bilərsən 26-ya kimi. Yəni 26-nı aşmamaq şərti ilə.